Belə yaxşıdır. Çox hündür oldum. Olsun da sən hündürsən də bəllidir zaten. Zaten hündürəm Hə. deyim. Doktor, özəlliklə qış aylarında poliklinik müraciətlərimizdə ən çox təbii ki, öskürək, burun axıntısı, xışıltı şikayətlərinə rastlaşırıq. Biz hansı hallarda bu xışıltılarda asma düşünməliyik ya da narahat olmalıyıq? Bəzən olur ki, anidən öncəsində hər hansı bir şikayət olmadan 3 yaş üzərində daha böyük uşaqlarda anidən xışıltılı öskürək halları görə bilirik. Nə zaman narahat olmalıyıq? Ümumiyyətlə 1-3 yaş arası uşaqlarda xışıltılar çox rast gəlinir. Bu xışıltıların sayısına özəlliklə diqqət etmək lazımdır. Bu xışıltı əgər 3 yaşa qədərki sürəcdə və ya 3-6 yaş, 6 yaşdan sonra da qalıcılıq oluşdura bilər. Sayısı 3-dən çoxdursa, bir qış dönəmində uşağa 3 dəfədən çox xışıltı atağı səbəbilə inqalyasiya müalicəsi alırsa və ya uşağın ailəsində, ata-anasında allergik asma, allergik xəstəlik varsa, uşağın kiçiklik, bəbəklik dönəmində atopik dermatit hekayəsi varsa, bu əlamətlər risk faktoru oluşturur. Sonrakı süreçdə biz 4-6 yaş dönəmində bu uşaqlarda xışıltı qalırsa, aeroallergen həssasiyyəti təyin edirik. Yəni dəri testləri və ya qanda allergiya testlərinə görə biz bu xəstənin iləride asma olub olmayacağını təsbit etmiş oluruq. Ona görə müalicəsini planlamış oluruq.